Salamünaleyküm. Mən bugün yenə sizlərlə Ramiz Mehdiyevdən danışmaq istəyirəm. Ramiz Mehdiyev dediyim kimi bir obrazda tək məmur yox, dövlət qulluqçu, həm də Azərbaycan məmurların bir obrazıdır. Bu gün gündəmdə olduğu məsələlər yalnız onun ətrafında dövr edir. Mən də hərdən düşünürəm ki, bu insanlar niyə görə öz həyatlarını belə qururlar ki, bax, Ramiz Mehdiyevin həbsi, ona qarşı olunan bu açılan bu cinayət işləri və yaxud cəza tədbirləri niyə insanlarda bu qədər sevinç, rəğbətlə qarşılanır? Bu təkcə Ramizin problemi deyil, bu bütün ölkədə demək olar ki, əksəriyyət məmurların problemidir. 90% məmurlar Ramizin obrazındadır. Bax, niyə görə insanlar elə yaşaya bilmirlər ki, onlar ən azı maaşına qane olmurlar. Məsələn, siz dövlət məmuru olaraq biznesmen deyilsiniz. Bunu bilməlisiniz ki, siz dövlət qulluqçusu, yəni xalqın qulluqçusudur. Yəni insanlar artıq bununla razılaşmalıdır ki, əgər sən dövlət qulluğunu seçirsənsə, sənin maaşın bəllidir və sən ona qane olmalısan. Yox, əgər sən ona qane olmursa da başqa, bu Ramiz Mehdiyevin obrazı bu Azərbaycan məmurlarının demək olar ki, 90%-nə tətbiq oluna bilən bir cəza tədbirləridir. Hamı onu başa düşməlidir ki, məmur olanda özbaşınalıq deyil. Bax, biz qalib xalqıq, dövr dəyişib, zaman dəyişib, artıq biz dünyada sayılıb seçilən xalqlar arasında nüfuzumuz var. Bax, görün, bizim dövlət başçısını dünya liderləri necə qarşılayır, bizim xalqın rəğbəti, xüsusən də 2-ci Qarabağ müharibəsindən sonra necə qalxdı və insanlar, xüsusən də məmurlar, dövlət qulluqçuları bunu bilməlidir. Bizim ölkənin bir dənə problemi Azərbaycan məmurlarıdır. Bizim ölkənin başqa bir problemimiz yoxdur. Siz doğrudan fikirləşirsiniz ki, 44 günə və ya 45-46 günə, 45 günə götürən ümumi öz sərhədlərini bərpa edən bir xalq 5-6 məmurun əlində aciz qalıb, yox. Deməli, bunun geci tezi var. Dövr dəyişib, zaman dəyişib, indi artıq o dövr deyil. Hamı öz əmək haqqına qane olmalıdır. Siz əgər biznesmensə, keçin biznesmenliyi eləyin, pul qazanın, qaz vurun, qazal doldurun. Yox, siz məmursunuzsa, siz maaşınıza qane olmalısınız. Nəinki özünüzü, xalqımızı, dövlətimizi, dövlət başçımızı, eyni zamanda bizi bir millət olaraq dünyada nüfuzdan salan yeganə məfhum bu saat Azərbaycan məmurlarıdır. İstər böyüyü, istər balacası fərqi yoxdur. Sağ olun.